Salam uşaqlar, bugün sizinlə 9, 16, 16.06.2021-ci il 9-cu sinif imtahanlarına düşən sualların müzakirəsinə baxacaq. Birinci səhifə bu formadadır. İkinci səhifə isə bu formadadır. Başlayaq birinci sualdan. Suallar kifayət qədər sadədir. 1 tam 8-də 3 üstə gəlinsin. 2 tam 6-da 5 ifadəsinin qiymətini tapın. Təbii ki, hər ikisinə 24 ortaq məxrəc tapırıq. 3 dəfə, 4 dəfə. Tamları topladıq 3. 9 üstə gəlinsin 20. Yəni 3 tam 24-də 29. O da eləyəcək 4 tam 24-də 5. İkinci sualımız. 2 dənə 3 bucaq verir. ABC 3 bucağı və A1, B1, C1 3 bucağı verir. Bizə deyir ki, AB-nin tərəfi 20, AC-nin tərəfi 25. A1, C1 əgər 15 olarsa, A1, B1-i tapın. Bilirik ki, tərəflərin nisbəti K, sahələr nisbəti isə K-nın kvadratıdır. Bizdən də tərəfləri istəyir, elə bu formada gedəcək. 15 vurulsun, 20 bölünsün, 25. İxtisarlarımızı gedək. Cavabımız 12-70 olacaq. Növbəti sualımız yenə sadə bir sualdır. 2 gün ərzində turist 250 kilometr yol gedib. Birinci gün 170 kilometr gedibsə, ikinci gün neçə kilometr gedər? 250 çıxılsın 170, yəni 80 kilometr yol gedib. Təbii ki, 3-cü sinif misalı idi. Növbəti sualımız çoxluq verib 2 dənə. A çoxluğunda elementlərin sayını 9, B çoxluğundakı elementlərin sayını 7 verir. Deyir ki, bizim bu çoxluğun birləşməsinin ala biləcəyi ən böyük qiyməti tapın. Ən böyüyü tapmaq üçün birləşmədə ortaya 0 yazırıq, 7 yazırıq, 9 yazırıq. Yəni ortaq heç bir şey olmasa birləşməsi olacaq 16. Əgər ən kiçiyi soruşsaydı, ortaya 7 yazırdı. Çünki ikisinin də ortaq 7 dənəsi var. Bu formada olardı. Ən böyüyünü soruşub 16-yı götürmüş olarıq. Növbəti sualımız belədir. Ədəd oxu üzərində verilmiş -7,3 və -2 ədədi verilmişdir. Arasındakı məsafəni tapın. Böyükdən kiçik çıxılır. Olur 5,3. Bu qədər. Növbəti sualımız 6-cıdır. 6-cı sualda deyir ki, malın qiymətini 50% artırıb 50% azaltsaq, malın qiyməti nə qədər dəyişər? Qayda belə idi. Artım, üstə gəlinsin azalma, 50 vurulsun, -50 bölünsün, 100. Olacaq nə? İslah gedir. Bunlar da ixtisar gedirlər. -25. Yəni 25% azalıb. Belə də yaza bilərdiniz. 50% artırdı, 100 idi, 150 oldu. Sonra 50% azaltdı, %50, 75. Əvvəl 100 idim, indi 75 qalmışam. Neçə faiz azalmışam? 25% azalmışam. Bu formada da yaza bilərsiniz. Növbəti sualımız. Deyir, 3 bucağın daxili bucaqlarının cəmi 149-dur. Amma ikisinin. Üçüncü bucağı tapın. Daxili bucaqların cəmi 180 olduğu üçün x da bərabərdir. 31 etmiş olacaq. Növbəti sualımız 8-cidir. -3 vurulsun. 2,1 x çıxılsın 1. Üstə 4,8 bərabərdir. -6,7 x plus 9,4. Bizə nə deyir? -6,3 x üstə 3 üstə 4,8 bərabər -6,7 x üstə 9,4. X-ları bir tərəfə keçirdirəm. 6,7 x çıxılsın 6,3 x bərabərdir. 9,4 çıxılsın 7,8. 0,4 x bərabərdir. 1,6 x bərabərdir 4. Tapmış olduq. Növbəti sual 9-cudur. Bərabər yanlı trapesiyanın kör bucaq təpəsindən çəkilmiş hündürlük onun oturacağını 3 və 7 santimetrik hissələrə ayırır. Orta xəttini tap. Qayda belədir. Bərabər yanlı üç bucaqda hündürlük onu A çıxılsın B bölünsün 2, A üstə gəlinsin B bölünsün 2-yə bölür. Bizə də onu 7 verdiyinə görə orta xəttin düsturu da elə A bölünsün B bölünsün A plus B bölünsün 2 olduğuna görə 7 olmuş olacaq. Növbəti sualımız. A böl B bərabərdir C böl D bərabərdir Y böl F bərabərdir 3 verib.
AC üstə gəlinsin AY, üstə gəlinsin CY, bölünsün BD, üstə gəlinsin BF, üstə gəlinsin DF yazmış olarıq. Bunu soruşur. Nə edirik? A-ya deyərik 3 dənə B. C-yə deyərik 3 dənə D. Y-yə deyərik 3 dənə F. Yazmış olduq. BD üstə BF üstə DF. Baxın, 9BD, 9BF, 9. 9-u çıxartsaq mötərizə xaricinə BD, üstə FB, üstə gəlsin DF, bölünsün BD üstə FB, üstə DF. Cavab eləyəcəklə 9-un özü. Növbəti sual 11-cidir. 1 bölünsün 625, üstə gəlinsin 1 bölünsün kök 100. 625-dən 25 çıxır, 100-dən də 10 çıxır. Ortaq məxrəci 50 götürmüş olsuq. 2 dənə, 5 dənə cavab eləyəcək 57. Yəni 0-dan %14. Növbəti sual. Xətti ölçüləri A bərabər 2, B bərabər 5, C bərabərdir 6 olarsa həcmini tapın. Paralelipipedin həcmi ABC olduğuna görə 2 vur 5 vur 6. Yəni 60-70 olacaq. Növbəti sual 13-cüdür. Deyir 56 vurulsun, mənfi 15 bölünsün, 14 vurulsun, mənfi 30. Mənfilər getdi, 15 ilə getdi 2 dəfə. 2-yə bölsəm 28. O da eləyəcək neçə? 2 dəfə 28 14-ə böləndə. Növbəti sualımız 14-cüdür. 2 ədədin cəmi 31-dir, özdə 131. Fərqi isə 45-dir. Nə edəcək? Alt-alta topladım. 2A bərabərdir 176. A bərabərdir 88. Kiçik ədədi tapın. 88-dən çıxaram 45-i. Eləyəcək 43. Mənim kiçik ədədim də 43 etmiş olacaq. Növbəti sualımız düzbucaqlının diaqonalı 10-dur. Tərəflərdən biri digərindən 2 cm böyüdür. X plus 2. Nə edəcək? X-in kvadratı üstə X plus 2-nin kvadratı bərabərdir 10-un kvadratı. X kvadrat üstə X kvadrat üstə 4X plus 4 bərabərdir 100. 2X kvadrat üstə 4X minus 96 bərabərdir 0. X kvadrat üstə 2X minus 48 bərabər 0. Diskriminantla da həll eləmək olar. Vietlə də həll eləmək olar. Vietlə hasili 48 olub. Cəmi mənfi 2 olan mənfi 8-imlə müsbət 6-mdır. 6, 8. 6, 8 ondan da tapa bilərsiniz. Amma böyründə mütləq yazmalısınız. Pifagora görə. Yaxşı. Bizə deyir perimetri neçə eləyir? P-nin də düsturu nə idi? 2 vurulsun A plus B. Yəni 2 vurulsun 8 üstə gəlinsin 6. Yəni 14. Cavab 28. Növbəti sualım. Bir dənə qəşəng parça verib A, B parçası. Üstündə xəttlər verib C, D, Y, F, C. Deyir hamısı bir-birinə bərabərdir. A, C-ni neçə hissədir? Bir hissə. Bölünsün B, D-yə. Baxıram B-dən D-yə 1, 2, 3, 4. Deməli 4-də 1 etmiş olacaq. Yəni 0-dan %25. Növbəti sualımız 17-cidir. Deyir y bərabərdir x kvadrat üstə gəlsin px plus q funksiyasını 0 6-da və 3 0-da kəsir. Gəlin birinci 0 qoyaq yerinə. 0 üstə gəlinsin 0 üstə q bərabər 6. Deməli q'miz neçə oldu? 6. Bir dəfə də 3-ü qoyuram yerinə. 0 bərabərdir 3-ün kvadratı 9 üstə gəlsin 3p plus q yəni 6. Onda 3p bərabərdir mənfi 15, p bərabərdir mənfi 5. Bizə deyir ki, p ilə q-nü cəmlə. P-ni tapmışam mənfi 5, q-nü tapmışam 6. Cavab eləyəcək müsbət 1. Növbəti sualımız 18-cidir. A üstə gəlinsin, B bölünsün A bərabərdir 5-ə. Altına bir dənə 1 atdım. A plus B bərabər 5A. B bərabərdir 4A. Bizə deyir ki, A-nın kvadratı çıxılsın, B-nin kvadratı bölünsün, A-nın kvadratını da. B kvadratın yerinə yazıram 16A kvadrat bölünsün A kvadrat. O deyilir mənfi 15.
Növbəti sualımız x-in üstündə 3, üstündə 4, x-in üstündə 7 bölünsün x-in üstündə 15. Eləyir nə? X-in üstündə vurulur 12, 7 bölünsün x-in üstündə 15. Yazarıq x-in üstündə 12 plus 7 çıxılsın 15. 19-dan 15 çıxanda eləyəcək 4. Növbəti sualımız bərabər yanlı düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən çəkilmiş hündürlük 6 kök altında 2 olarsa onun sahəsini tapın. Qayda belədir. Bərabər yanlı düzbucaqlı üçbucaqda hündürlüyü median tənbölən bir-birinə bərabərdir. O da hipotenuzun yarısıdır. Yəni 12 kök altında 2. Hündürlüyü olarsa 10-da sahə bərabərdir. AH bölünsün 2 olarsa 12 kök altında 2 vurulsun. 6 kök 2 bölünsün 2. Kök altında 2'lər 2 verir, gedir. 72 qalır. Növbəti sualımız 18-də 11, 8-də 3, 32-də 7, 40-da 17, 24-də 19. Deyir, onluq kəsirlərdən biri seçilir. Biri seçilir və sonlu onluq kəsirin qaydası məxrəci 2 və 5-lərdən ibarət olana deyirlər. Burada 3 var, burada 2'lərdir, 2'lərdir, 2 5'dir, burada yenə 3 var. Deməli 3 5'də 3 ola bilər. Deyir, ehtimalı P olarsa 5P üstə 3'ü tapın. Gətirəm P'nin yerinə yazıram 5'də 3, üstə 3. Cavab eləyəcək 6. Növbəti sualımız 22-cidir. X minus 9 böyükdür 12. X böyükdür 21. Ala biləcəyi ən kiçik qiyməti deyir tapın. 21-dən böyük ən kiçik qiymət 22 etmiş olacaq. Növbəti sual 23-cüdür. 2x'in kvadratı çıxılsın 4x plus 6. İfadənin ən kiçik qiyməti 4ac minus b kvadrat bölünsün 4a. Yəni 4 vurulsun 2 vurulsun 6 çıxılsın 16 bölünsün 4 vurulsun 2. Yəni 48 çıxılsın 16 bölünsün 8. O da eləyəcək 32 bölünsün 8, yəni 4 etmiş olacaq. Növbəti sual əkob 60 ilə 80 bölünsün əbob 60 ilə 80. 60 ilə 80'ə gəlin. Həm əbob, həm əkob tapaq. İkisi də 20'yə bölünür 3 dəfə, 4 dəfə. Əkobumuz olacaq 20 vurulsun, 3 vurulsun 4. Əbobumuz olacaq 20'nin özü. İxtisar gedəcək, cavab qalacaq 12. Və növbəti sual, axırıncı sual 25. Deyir, bir dənə çevrəm var. Bu çevrəyə 2 dənə toxunan çəkilib eyni nöqtədən. M nöqtəsindən. Bu nöqtələrin, toxunanların kəsişdiyi yerdən bir dənə vətər çəkilib. A, B vətəri. Deyir, bucaq A, B, M. Yəni bura 70 dərəcədir. Bunu tapın. Toxunanlar bir-birinə bərabər olmalıdır eyni tərəfdən. Deməli, burada nədir? 70'dir. 180 çıxılsın 70 plus 70. O deyəcək 40. Deməli, bucağımız 40 dərəcə olacaqmış. Bu qədər. Sağ olun, salam.